Biz davam edirik. Dedik ki K0, L5, Y5, D1 düsturuna malikdir. Amma biz bunu sadə çiçək yanlığı adlandırmayacağıq. Biz bunu elə iki qat çiçək yanlığı adlandıracağıq. Çünki biz nə demişdik? Demişdik ki, çiçəklər iki cür olur. Tam çiçək, qeyri-tam çiçək. Qeyri-tam çiçək o idi ki, ümumiyyətlə çiçək yanlığı olmasın. Amma çiçək yanlığı olanları özü də iki cür idi. Sadə və iki qat çiçək yanlığı. Və sadə çiçək yanlığı anlayışında biz nə kasa yarpaq, nə ləçək anlayışından istifadə eləmirdik. Biz onu birləfərlər sinfində Ç ilə işarə eləyirdik. Çiçək pulcuğu və yaxud çiçək yarpaqcıqları şəklində Ç hərfi ilə işarə eləyirdik. Təzə dərsliklərdə də P hərfi ilə. Amma biz görürük ki, burada el yazmışıq. Deməli, ləçəyi var. Və kasa yarpaqlar reduksiya uğrayıb kəkil əmələ gətirsə də, biz düsturda hər halda onu qeyd eləmişik. Yəni, biz burada Ç görürük, yox. Deməli, bunlar iki qat çiçək yanlığına malikdirlər. Ləçəkləri bitişikdir, 5 ədəddir. Erkəkçikləri tozluqları ilə vasitəsilə bir-biri ilə birləşib, içərisindən dişicik keçən boru əmələ gətirir. Dişicikləri 1 ədəddir, lakin 2 ağızcıqlıdır. Baxın, dişiciyin ağızcıqlı 1, 2 hissəyə haçalanıbdır. Biz bir də 2 ağızcıqlı dişicik anlayışından istifadə edəcəyik taxıllar fəsiləsində. Zambaqlar fəsiləsində 3 ağızcıqlı dişicik deyəcəyik. Amma burada mürəkkəb çiçəklərdə və demək, mürəkkəb çiçəklərdə bir də taxıllar fəsiləsində isə deyəcəyik dişicik 2 ağızcıqlıdır. Bir də mürəkkəb çiçəklər fəsiləsində o səbət çiçək qrupunda olan bütün çiçəklər bu formulu ödəməyəcək. Yəni, bütün bitkilərdə demirəm, əksər bitkilərdə bu formulu ödəməyəcək. İndi kimlərdə ödəyəcək? Birinci ona baxaq. Bir də onu deyim ki, səbət çiçək qrupunda 1000-ə qədər çiçək ola bilər və bu çiçəklər boru şəkilli ola bilər, deyicik şəkilli ola bilər, qıf şəkilli ola bilər və yaxud bir çiçək qrupunda iki cür çiçək quruluşuna rast gəlmə mümkün ola bilər və biz əzbər bilməliyik bunları. Bax, bu zəncir otudur. Zəncir otunun adını biz toxum və meyvələrini uçağanları vasitəsilə küləklə yayan bitkilərdə də keçmişdik. Zəncir otu bitkisinin səbətində bütün çiçəklər dilcik şəkillidir. Baxın, bu onun bir dənə, səbətdə olan bir dənə çiçəyidir. Kasa yarpaq 0, ləçək 5, yəni bu 5 dənədir ha, müəllimlər, siz bunu bir dənə görməyin. Burada 5 dənə ləçək bir-biri ilə bitişmişdir, tam olaraq bitişmişdir. Bilmirəm, çoban yastığı görmüsünüz, hər halda zəncir otuna fikir verməsəz də, çoban yastığı ki, dərman bitkisi kimi çox istifadə olunur. Diqqətlə ona baxmısınızsa, orada belə zolaqları görmüsünüz. Yəni, orada 5 dənə ləçək bir-biri ilə elə birləşib ki, sanki bir ləçəyi xatırladır. Bu 5 ləçəkdir, 5 bitişik ləçəkdir. 5 dənə erkəkcik tozluqları ilə birləşib, bir dənə də 2 ağızcıqlı dişicik. Eşək qanqalında isə səbətində bütün çiçəklər boru şəkillidir. Yenə K0, L5, Y5, D1 və 2 ağızcıqlı dişicik. Amma göy çiçəkdə kənarlarda yalançı qıb şəkilli və ya buna cinsiyyətsiz çiçəklər deyəcəyik. Ortada isə cinsiyyətli boru şəkilli çiçəklər yerləşir. Nə deməkdir cinsiyyətsiz çiçək və yaxud yalançı çiçək? Fikir verin, kasa yarpaq 0, ləçək 5, erkəkcik 0, dişicik 0. Yəni, çiçəyin əsas hissələri yoxdur. Erkəkcik və dişicik 0-dır. Bir dənə ləçəyi var. Burada toxum əmələ gələrmi, meyvə əmələ gələrmi? Gəlməz. Çünki erkəkcik və dişicik yoxdur. Bəs onda nə işə yarayır? Həşəratları özünə cəlb etmək üçündür. Çünki mərkəzdə yerləşən cinsiyyətli çiçəklər, hansı ki bu formulu ödəyirlər, onlar hamısı boru şəkillidir, görkəmsizdir, həşəratı cəlb eləyə bilməyəcək. Amma bunlar isə həşəratdan çoxalmağa, tozlanmaya uyğunlaşıblar. Ona görə də bax, bu yalançı çiçəklərin funksiyası bundan ibarətdir. Günə baxanda isə kənarlarda dilcik şəkilli, yalançı dilcik şəkilli, ortada isə cinsiyyətli boru şəkilli. Deməli, boru şəkilli çiçəklərin hamısı cinsiyyətli oldu. Amma dilcik şəkilli çiçəklər zəncir otunda cinsiyyətlidir,
günə baxanda, yəni iki cür çiçək forması olanlarda yalançıdır deyicik şəkillilər. Qıf şəkilli çiçəkləri isə biz elə cinsiyyətsiz olaraq gördük. Və sizə sual düşə bilər. Yenə də sınaq toplumumuzda belə bir suallar var. Məsələn, deyir ki, ləçək sayını çoxdan aza düz. Bilin ki, ləçək sayı hamısında bərabərdir. Çünki istəyir erkəkcikli, istəyir də istəyir cinsiyyətli, istəyir də cinsiyyətsiz çiçəklərin hamısında nə var? Ləçək var. Bunda da, bunda da, bunda da, bunda da ləçək sayı bərabər olacaq. Amma erkəkcik və ya dişicik sayını çoxdan aza düz deyirsə, o zaman ən çox zəncir otunda olacaq və qeyd eləyəcəkdir. Təbii ki, səbətdə çiçək sayı bərabər olarsa. Deməli, zəncir otu və eşşək qanqalında ən çox olacaq və bərabər sayda olacaq. Çünki bütün çiçəklərində erkəkcik də var, dişicik də var. Amma göy çiçəkdə və günə baxanda isə say az olacaq. Çünki bunların yalnız boru şəkli. Məsələn, 1000 dənə çiçəyi varsa, bunun məsələn müəyyən bir hissəsində erkəkcik və dişicik olacaq. Müəyyən hissəsində olmayacaq. Yəni müəyyən hissəsi olanda hissə deyəndə məsələn konkret rəqəmlərlə də məsələ verə bilər. Tutaq ki, deyə bilər ki, 1000 ədəd çiçək var, onun 5də 1 hissəsi cinsiyyətlidir, filan hissəsi cinsiyyətsizdir və yaxud da cinsiyyətli və cinsiyyətsiz çiçəklərin say nisbəti 1-in 1-ədir. Deməli, bunun 500-ü belə olacaq, 500-ü belə olacaq. Nə bilim, toxumla əmələ gəlməsində neçə sperm iştirak eləyə bilər və yaxud neçə çiçəkdə toxum əmələ gəlməz. Bu tip məsələlər də elə sınaq toplumumuzda da var. Yəni, indi vaxt qalarsa əgər nümunələrə baxarıq. Aha, burada da yenə göstərir boru şəkilli və delcik şəkilli zəncir otunda çiçəklərin yumurtalığından tozlanmadan sonra meyvələr əmələ gəlir. Yalancı delcik şəkilli, qıf şəkilli çiçəklərdə erkəkcik və dişicik olmur. Onlar yalnız həşəratları cəlb edir və toxum əmələ gətirir. Yəni, bunların hamısını dedik. Gəlir mədəni nümayəndələri. Mədəni nümayəndələri görürsünüz, çox az. Günə baxandır, topinamburdur. Topinambura həm də nə demişdik? Yer arıqdır. Harda adını çəkmişdik? Kartofla bərabər gövdə yumrularının, yəni gövdə şəkil dəyişməsi gövdə yumrularında. Və Astra və Georgindir. Georginin də adını harda çəkmişdik? İkinci adı soğan gülü idi. Kökün şəkil dəyişməsində demişdik ki, kök yumruları əmələ gətirir. Yan və əlavə köklərin şəkil dəyişməsində. Yəni, burada da yenə vegetativ orqanların metamorfozuna rast gəldik topinamburda və Georgində. Sonra yabanı nümayəndələri çoxdur. Zəncir otu, göy çiçək, çoban yastığı, dəvə dabanı, dəvə tikanı yox ha. Dəvə tikanı dedik ki, hara aid oldu? Xılallar fəsiləsinə aid oldu. Bunlar da oldu bunun yabanı nümayəndələri. Günəbaxan ən belə məşhur, ondan yağ istehsal olunur. Ona görə də çox əhəmiyyətlidir və onun seleksiyası ilə, yağlılığının artırılması ilə də məşğul olan kim olmuşdu? Seleksiyada keçmişdik. Pustavoid olmuşdu. Pustoid sözündən yadımızda saxlanmışdı. Mürəkkəb çiçəklərin həmçinin dərman, müalicəvi əhəmiyyətli nümayəndələri var. Aktik pireotu, bu bildiyiniz elə çoban yastığıdır. Hamınız tanıyırsınız. Qoya şəklində göstərək. Baxın. Burada çoban yastığının şəklini göstərir. Sonra 3 barmaq var. Buna pişik dili də deyirlər. Pişik otu yox, pişik otu taxıllara aiddir. Pişik dili 3 barmaq. Bu da yenə bunların dərman nümayəndəsidir. Sonra andız var. Andızında kök şəkil dəyişməsindən köküm sodundan istifadə olunur müalicəvi kimi. Və dekorativ nümayəndələri, bəzək bitkisi kimi Georgin, bayaq dedik soğan gülüdür ikinci adı, Astra, bir də payız gülü. Payız gülünün də qısa digər adı xrizantemdir. Bunlar da qısa günlü bitkilərə aiddir. Mədəni nümayəndələrinin içərisində Georginlə Astranın adını verir, amma payız gülünün adını vermir. Amma dekorativ nümayəndələri olaraq üçünün də adını verir. Baxın, üçünü də bəzək bitkisi kimi verir. Amma mədəni nümayəndələrinin içərisində Astra Georgini verir,
payız gülünü, xrizantemi vermir. Görünür ki, payız gülünü seleksiya yolu ilə, yəni biz mədəni olduğunu nəyə əsasən deyirik? Ona əgər seleksiya tətbiq olunursa, seleksiya işləri tətbiq olunursa, süni seçmə tətbiq olunursa, biz ona deyirik də mədəni nümayəndələri var. Görünür ki, payız gülünə baxmayaraq ki, bəzək kimi tətbiq olunur. Yəqin ki, yəni bunu mən oxumamışam, amma sadəcə olaraq buradakı cümləyə əsasən deyirəm, niyə burada yazır, burada yazmır. Ola bilər ki, ona seleksiya işləri tətbiq olunmamışdır. Ona görə də onu demək, mədəni nümayəndələrin içərisində vermir. Və gəlir birləpəlilər sinfi. Birləpəlilər sinfinin dedik ki, burada Ürüşeymində bir ədəd ləpə yarpağı olacaq və kök sistemi saçaqlı olacaq və əsasən də yarpaq damarlaması olacaq, paralel və ya qövsvari. İki fəsiləsini öyrənəcəyik. Taxıllar fəsiləsi, bir də zambaqlar fəsiləsi və ən qədim mədənləşdirilmiş bitkilər elə taxıllar fəsiləsinin nümayəndəsi olan buğda bitkisi hesab olunurdu. Qədim Mesopotamiyada, Yunanistanda, Misirdə, Babilistanda çox deməli qədim sərvət hesab olunurdu. Hətta demişdik ki, Misir fironlarının o qəbirlərindən belə buğda dənələri tapılmışdı. Onların rəsmlərində də təsvirlər görünürdü. Yəni çörək onlar üçün müqəddəs hesab olunurdu. Və indi baxaq çiçək düsturuna. Dedik ki, birləpəlilər sinfində sadə çiçək yanlığıdır və sadə çiçək yanlığını da biz Ç hərfi ilə işarə eləyəcəyik. Deməli, taxıllar fəsiləsinin çiçək düsturunu belə yazacaq. 2 çiçək pərdəsi var, bitişikdir. 2 çiçək pulcuğu var, sərbəstdir. 3 ədəd erkəkciyi var və 1 ədəd dişiciyi var deyəcəyik və demək bunlarda, məsələn, yenə də testlər qarşınıza çıxar. Müxtəlif bitkilərin adını yazar. Məsələn, yazar ki, buğda, zambaq, alma, albalı və s. Burada olan ləçəklərin sayını hesablayın. Ləçəklərin sayını hesablayın deyirsə, heç vaxt siz bura birləpəlilər sinfinin nümayəndələrini qatmayın. Çünki onlarda sadə çiçək yanlığı olduğu üçün ləçək anlayışından istifadə olunmur. Siz yerdə qalanları hesablamaya qatıb hesablaya bilərsiniz. Və demək, burada da yenə buğda bitkisinin 2 çiçək pərdəsini, 2 çiçək pulcuğunu, 3 ədəd erkəkciyini və 1 ədəd dişiciyi də dedik ki, 2 ağızcıqlıdır. Yəni biz 2 ağızcıqlı dişiciyi bir dedik mürəkkəb çiçəklilər fəsiləsində, bir də burada deyirik. Deməli, bir də bunların yadınızdadırsa, əksəriyyətində küləş gövdə, içərisi boş olan gövdənin olduğunu demişdik. Bunlarda interkalyar böyümə idi, yəni olum aralarının hesabına gövdə böyüyürdü. Bunlarda yan meristem, kambiqatı olunurdu. Ona görə də gövdənin eninə böyüməsi müşahidə olunmurdu. Və bunlarda içərisi boş olan gövdələri də, bax bu cür içərisi boş olan gövdələri də biz küləş gövdə adlandırırdıq. Amma küləş gövdə olmayanlar da var, hansı ki gövdənin içərisi parenkim toxuma ilə doludur. Buna misal olaraq biz aid eləyəcəyik qarğıdalı bitkisini, bir də şəkər qamışını. Hansı ki şəkər qamışından həmin o hissədən də şəkər istehsalında istifadə olunur. Yəni ola bilər ki, küləş gövdəyə malik olan taxıl bitkilərini seçin və yaxud da malik olmayan, bu zamanda diqqətli olun, yenə olanları və olmayanları ayıra biləsiniz. Və bunların yarpaq damarlanması paraleldir və qın əmələ gətirir. Gördüyünüz kimi yarpaqlar sanki novça kimi gövdəni qucaqlayır və bu cür yarpaqlara biz nə deyirik? Qın deyirik, qın əmələ gətirir deyirik yarpaqlar. Sonra bunların çiçək qrupu ya olur mürəkkəb sümbül, ya olur süpürgə, ya da olur mürəkkəb qıça. Və yaxud sual verə bilər, çiçək formulu, çiçək düsturuna, taxıllar fəsiləsinin çiçək formuluna uyğun olmayan taxıl bitkisi hansıdır? Deməli, söhbət hansından gedəcək? Qarğıdalıdan gedəcək. Qarğıdalıda yadınızdadırsa, onlar bir evli, amma bir cinsli idilər. Aşağıda qıça çiçək qrupunda olurdu
Dişicikli çiçəklər yuxarıda süpürgə çiçək qrupunda olurdu. Erkəkcikli çiçəklər. Deməli, onlar bu düsturu ödəməyəcək. Məsələn, çiçək qrupundakı çiçəklər üçün hansı düsturu yazacağıq? 2 çiçək pərdəsi, 2 çiçək pulcuğu, erkəkcik 0, dişicik 1 və yaxud da süpürgə çiçək qrupunda olan çiçəklər üçün hansı düsturu yazacağıq? 2 çiçək pərdəsi, 2 çiçək pulcuğu, erkəkcik sayı 3, dişicik 0. Yəni gördüyümüz kimi bu düstura uyğun gəlmədi onların çiçəkləri və qarğıdalının seleksiyası ilə də kim məşğul olmuşdu? Xaçinov məşğul olmuşdu. Bu da deməli oldu bunun düsturu. Sonra bir də bunlarda tozlanma forması əksəriyyətində öz-özünədir. Bir dənə çovdarla qarğıdalını buradan çıxacaqsınız. Qarğıdalını ona görə çıxaracaqsınız ki, gördünüz ki, bu necədir? Bir cinslidir də, bir cinsli çiçəklər də özü-özünü mayalandırmayacaq. Bir evli olsalar belə, onlarda erkəkcik və dişicik müxtəlif vaxtlarda yetişdiyi üçün eyni bitkinin üzərində olan dişiciyi tozlandırmayacaq. Yəni, o gedib başqa bir qarğıdalı bitkisinin tozlanmasında iştirak eləyəcək. Buna görə də deyirik ki, onlarda çarpaz külək vasitəsilə tozlanmadır. Bir də çovdarı, bunu da seleksiyanı keçəndə demişdik onlara kütləvi seçmə tətbiq olunur. Çünki onlar külək vasitəsilə çarpaz tozlanır və çovdarın biyatka sortunu da məhz kütləvi seçmə tətbiq etməklə almışdılar. Bunları da seleksiya dərslərində demişdik. Və bir də meyvə tipi. Hamısında bir mənalı olaraq deyəcək dəm meyvədir. Dəm meyvə bir toxumlu quru meyvələrə aiddir və meyvə yanlığı toxuma çox sərt şəkildə, bərk şəkildə bitişmişdir. Hətta deyirdi ki, onu belə ayırmaq mümkün deyil də heç bir cəhdlə. Və biz onu torpağa nə şəklində əkirdik? Meyvə şəklində əkirdik. Sonra nə deyə bilərik bunlar haqda? Məsələn, yadınızdadırsa deyirdik ki, mürəkkəb sümbül, arpa, buğda, çovdar. Bunlar da mürəkkəb sümbül idi. Darı, çəltik, vələmir, bunlar da süpürgə çiçək qrupuydu. Qıçanı da dedik. Erkəkcikli, qarğıdalının erkəkcikli çiçəkləri süpürgədir, dişicikli çiçəkləri isə qıça çiçək qrupudur. Və deməli, dəm meyvələri bunların nişasta ilə, həmçinin də zülalla da zəngindir. Yabanı nümayəndələrinə isə aiddir ceyran otu, buna şiab da deyirlər. Bunun adını da unutmursunuz. Şiab sözü, yəni hansı fəsilədir? Ceyran otunun ikinci adıdır, taxıllar fəsiləsinə aiddir. Hind darısı, bambuq. Bambuq ən böyük ot bitkisi, ən hündür ot bitkisidir deyirik, taxıllar fəsiləsinə aiddir. Çayır və ayrıq otu. Çayırla ayrıq otunun adını harada çəkmişdik? Gövdə şəkil dəyişməsi olan kökümsovları keçəndə. Deməli, bunlar da taxıllar fəsiləsinə aid imiş. Çayır və ayrıq otu. Baxın, ceyran otunun adı şiab adı keçir. Bambukun, Hind darısının, çayır və ayrıq otunun adı keçir. Taxıllar fəsiləsi haqqında da bu qədər danışdıq. İndi yenə yadıma nəsə düşərsə deyərəm. Keçirəm zambaqlar fəsiləsinə. Zambaqlar fəsiləsi növ sayı 4000-ə qədərdir. Burada da biz yenə gövdə şəkil dəyişmələrini görəcəyik. Həm soğanaq görəcəyik. Məsələn, soğanda, sarımsaqda. Həmçinin də kökümsov gövdə görəcəyik. Məsələn, İnci çiçəyində aloedir. Bunların da adını qeyd eləyibdir məncə. Yazıbdır. Baxın, aloe inci çiçəyində kökümsov olduğunu göstəribdir. Və bunlar ikisi də nədir? Gövdənin şəkil dəyişməsidir. Hansı ki, orada ehtiyat qida maddələri toplanır. Fəsilənin əksər nümayəndələri, bunu da yadınızda saxlayın, səhra və yarım səhralarda yaşamağa uyğunlaşmışdır. Çiçək düsturuna gəlincə, Ç6 burada yazılıbdır elə. Y6, D1. 6 çiçək yarpaqcığından, amma 3 dairədə, 2 dairədə yerləşir, 3-3 olmaqla. Erkəkcik də eyni qayda ilə 2 dairədə yerləşir, 3-ü xaricdə, 3-ü də onun daxili hissəsində. Dişicik sayı isə 1-dir və dişicik 3 ağızcıqlıdır. Baxın, burada yox, bu taxıl bitkisidir. Bunun erkəkcikləridir. 3 dənə, bu da dişicik ağızcığıdır 2 dənə. Burada
göstərməyibdir dişicik ağaclığını, amma yəni bilin ki, 3 ağaclıqlıdır. Elə zəfəranı yadınıza salmağınız kifayətdir. Bu zəfəranda istisna hal kimi Ç6, Y3, D1-dir. Onlarda erkəkcik 3 idi. Köhnə kitablarda yazırdı, təzə kitablarda vermir bunu. Dişiciyin o 3 dənə qırmızı rəngdə ağızcığı çox qiymətli. Həmin o dişiciyə görə əkilib becərilirdi qızıl qiymətinə. Bəli. Və deməli, baxın, bura elə yazıbdır. 2 cərgədə, 3-ü xaricdə, 3-ü daxildə düzülübdür. Həm yarpaqcıqlar, həm də erkəkcikləri. Bunu da ona görə yadınızda saxlayın. Və çiçəkləri tək-tək də yerləşə bilər. Məsələn, dağ laləsində bax bu şəkildəki dağ laləsidir. Gördüyünüz kimi tək-tək yerləşir. Məsələn, may inci çiçəyində bu şəkildəki may inci çiçəyidir. Bunda isə salxım, sadə salxım çiçək qrupudur. Soğan və sarımsaqda isə yadınızdadır demişdik, sadə çətir çiçək qrupudur. Yəni müxtəlif ola bilər. Həmçinin meyvə tipinə gəlincə, eyni ilə demək, badımcan çiçəklilər fəsiləsində olduğu kimi deyəcək ki, onun meyvə tipi ya qutucuq meyvədir və yaxud da gilə meyvədir. Məsələn, şəkildən də görünür. Zambaqlar fəsiləsində qutucuq meyvədir, inci çiçəyində isə gilə meyvədir. Yəni də inci çiçəyinin kökümsovunu göstərir, sadə salxım çiçək qrupunu göstərir, meyvələrinin gilə meyvə olduğunu göstərir və yarpaqlarının da qövsvarı damarlandığını göstərir. Dağ laləsinin də həmçinin qutucuq meyvə olduğunu göstərir, çiçəklərinin tək-tək halda yerləşdiyini göstərir və bunlar soğanaqlı bitkilərdir. Bu da şəkildə amma göstərməyib. Sonra gəlir bunun nümayəndələri, mədəni nümayəndələrinə soğan, sarımsaq, hamısı ki, həm də fitonositlərlə zəngindir də onlar, bilirik. Dağ laləsi dekorativ nümayəndəsi kimi göstərilib. Qarğagözü haqqında bayaq da dedik, onun yarpaq damarlanması torvaridir. Qarğagözü ilə may inci çiçəyi zəhərli nümayəndələridir. Dərman məqsədi ilə istifadə olunur. Dərman kimi onlardan istifadə olunur. Və gəlir dərman bitkilərinin müalicəvi xüsusiyyətləri. Dənə görün, mən demədiyim bir şey qalmadı. Qalıbsa siz xatırladın və yaxud sualınız varsa bura qədər buyurun. Yoxsa mən davam edeyim. Yaxşı, onu mən davam edirəm. Bəli, buyurun. Kəpənək çiçək hansı fəsləyə aid idi? Gözümə dəydi, ancaq xatırlaya bilmədim. Kəpənək çiçək yoxsa kəpənək çiçəklilər? Yox, kəpənək çiçək. Kəpənək çiçək mürəkkəb çiçəklərə aid. Bu bitki adıdır. Amma fəsilə adı kəpənək çiçəklilər adı isə, yəni onu kəpənək çiçəklə qarışdırmayın. Bu paxlallar fəsiləsinin ikinci adıdır. Oldu müəllimə. Deməli mürəkkəb çiçəklərə aid oldu. Bəli, bəli. Kəpənək çiçək mürəkkəb çiçəklərə aid. Siz sağ olun. Davam edirik. Dərman bitkilərinin müalicəvi xüsusiyyətləri. Deməli, dərman bitkiləri dedikdə müalicə məqsədi ilə, yəni xalq təbabətində istifadə olunan müxtəlif bitkilər nəzərdə tutulur. Hansı ki, bu bitkilərin müxtəlif hissələrindən istifadə oluna bilər. Ya gövdələrindən və yarpaqlarından və yaxud köklərindən və ya kökümsovlarından, kökümsov gövdə şəkil dəyişməsindən və yaxud da generativ orqanlarından çiçək və yaxud meyvə və ya toxumlarından istifadə oluna bilər. İndi baxaq bir-bir. Yəni burada da indi deməyin də ki, necə əzbərləyək. Burada bir qanuna uyğunluq deyərəm sizə. Məsələn, bunların içərisində kimin kökümsovu var? Görəcəksiniz ki, onlar demək öskürək əleyhinə, tənəffüs yollarının müalicəsində istifadə olunacaq. Yəni hamısında indi görəcəyik. Gəlin baxaq bir-bir, yəni bir yolunu da bir tapıb əzbərləyəcəyik. Deməli, birinci başlayırıq valeriyanla. Baxın, burada şəklini göstərir. Buna pişik otu da deyirlər. Pişik otu, pişik quyruğu, bir də pişik dili. Bunları qarışdırmırıq da. Bunlar fərqli-fərqli bitkilər oldu. Pişik otu taxıllara aiddir. Pişik dilinin ikinci adı 3 barmaq oldu, mürəkkəb çiçəklərə aid oldu. Pişik otu isə dərman valeriyanının ikinci adıdır. Valeriyanı məncə heç vaxt qarışdırmayacaqsınız. Çünki hamının evində mütləq ki olur və bunun kökümsovundan
ürək fəaliyyətini tənzimləmək üçün sakitləşdirici vasitə kimi istifadə olunur da cəmaət konfet əvəzinə cibində gəzdirir. Bunu məncə problem olmaz. Bu yadınızda qalar. İndi qarışdırmayın dazotu ilə dam otunu. Dazotu budur. Dam otu yoxdur. Aha. Belə yadınızda saxlayın. Bax dam otu eyni valeriyanın nə yazıbsa, dam otuna da onu yazın. Sakitləşdirici və ürək xəstəliklərinin müalicəsində istifadə olunur. Bunu da dazotunu da belə yadınızda saxlayın da. Buradakı daz sözü ilə daz keçəl. Keçəllər. Bax ona belə keçəlliklə yadınızda saxlasaz, görürsüz nə yazıb da dəmləməsindən qanlı və irinli yaralar üçün kompreslərdə istifadə olunur. Yəni bunu da buradan yadınızda saxlayın. Dəvə dabanı. Biz onun adını harda çəkdik dəvə dabanının? Mürəkkəb çiçəklilər fəsiləsində və mürəkkəb çiçəklər fəsiləsinin əksəriyyətində kökümsovlu bitkilərdir. Deməli, bayaq dedim, kökümsovlu bitkilərdə nə üçün istifadə olunur? Öskürək əleyhinə. Baxın nə yazıbdır. Yarpaq və kökümsovları öskürək əleyhinə işlədilir, tər qovucudur. Görün, burada şəkli var. Dam otunun da şəkli burada var imiş. Dam otu var, dazotu da var. İkisi də var. Bəli. Dəvədabanı da bayaq qabaqda var idi deyəsən. Mürəkkəb çiçəklər fəsiləsinin şəkillərinin içərisinə baxın, orada görəcəksiniz dəvədabanını. Sonra gəlir boyma dərən. Boyma dərəndən də onun da şəkli olmalıdır burada. Bəli, baxın, boyma dərən də yolların qırağında falan, yəqin ağı da olur, sarısı da olur. Yəqin ki, çox görmüsünüz boyma dərəni. Yarpaq və gövdələrindən qan kəsici. Aha, qan kəsicini biz 3 yerdə işlətdik. Düzdürmü? Hansılarda işlətdik? Bir, qatır quyruğunda dedik ki, qan kəsici xüsusiyyətə malikdir və böyrək xəstəliklərinin müalicəsində istifadə olunur. Bir, quş əppəyində çiçəklər fəsiləsini keçəndə dedik ki, C vitamini ilə yarpaqları zəngindir və qan kəsici xüsusiyyətə malikdir. Bir də boyma dərəndə ola bilər ki, ola bilər yox, taym sınaq toplusunda belə bir sual var. Yəni, o integrativ sual kimi salaya bilər. Bunlar üçü də qan kəsici xüsusiyyətə malikdir. Birə otunu hamınız tanıyırsınız. Birə otuna nə deyirsiniz? Çoban yastığı, aptek birə otu. Aha, bundan da onun ancaq çiçəklərindən, yəni generativ orqandan istifadə olunur. Və bu cövhərdən iltihab əleyhinə tər qovucu kimi istifadə olunur. Bu da yadınızda qalar. Dərman sürvəsi. Sürvə yuxarı tənəffüs yollarının xəstəliklərində, boğaz ağrısında iltihab əleyhinə, yəni boğazı çox vaxtı qarqara eləyirdik də ondan sürvə ilə. Gülünbahar, kalendula. Gülünbaharın adı deməli mədəni dərman bitkilərini keçəndə 6-cı sinifdə belə bir adları çəkmişdi 4 dənə. Deməli balqabaq idi, nanə idi. Bir də gülünbahar idi. Bir də nə idi? Müəllimlər, 4 dənə adı idi. Boranı müəllimə, boranı. Boranını dedim də, balqabaq. Balqabaq. Nanə. Nanə, aha, bəli. Çox sağ olun müəllim. Bir də nanə və gülünbaharın adını çəkmişdi. Onları mədəni dərman bitkilərində, yerdə qalan bütün dərman bitkilərini götürmüşdü. Nəyə? Yabanıya. Yəni gülünbaharın adını oradan bilirsiniz. Ağız boşluğunun qarqara edilməsi, ürək vurğularının tənzimlənməsində istifadə olunur. Sonra gəlir sürünən kəklik otu. Bax, bu da kəklik otu. Hamınız tanıyırsınız kəklik otunu. Sancılanan kimi dəmləyib içirsiniz. Deməli, mədə, bağırsaq və kəklik otunun da baxın, kökümsovu var, sürünən kökümsov gövdəsi var torpağın altında. Deməli, o da mütləq şəkildə tənəffüs yollarının xəstəliklərində istifadə olunacaq. Bunu qanun uyğunluq kimi tutmuşuq. Gecitkan. Gecitkanın da hamınız dalayıcı xüsusiyyətini bilirsiniz və kökümsovunun olduğunu da bilirsiniz. Çünki kökümsov gövdələr keçəndə orada onun adı var idi və yarpaqlarının qarşı-qarşıya düzüldüyünü də bilirsiniz. Və əgər kökümsovu varsa, deməli, öskürək əleyhinə burada da istifadə olunacaq. Baxın nə yazıb? Bitkinin şirəsindən
öskürəyin və revmatizmanın qarşısını alan maddə hazırlanır. Bir də saç tökülmələrində də, yəni bura yazmayıb da, amma saç üçün də çox şampunlar var, krapiva yazılıb üzərinə. Krapiva da rus dilində gicitkan deməkdir də. Yəni saçlar üçün çox bunun nastoykası, şirəsi olduqca əhəmiyyətlidir. Yemişan da hamınız görmüsünüz, o qara-qara girə meyvələrdir. Ürək xəstəliklərini, qan təzyiqini çox tez salır. Yəni hipertoniklər üçün onun dəmləməsi, qan təzyiqi yüksək olduqda köməyə gəlir. Biyanın da adını mürəkkəb çiçəklərdə çəkdik. Biyan kökündən və kökümsovlarından hazırlanmış cövhərdən, yenə də baxın, kökümsovu varsa nə üçün istifadə olunacaq? Öskürək əleyhinə və tənəffüs yollarının xəstəliklərində istifadə olunacaq. Və bir də burada, yəni demirəm, oturun belə gecə-gündüz bunu əzbərləyin. Sadəcə olaraq belə də bir nəzər salsaz artıq yadınızda qalacaq. Çünki zaten məişətdə də istifadə etdiyimiz bir şeylərdir. Burada da dərman bitkilərinin toplanma qaydasından yazır. Deməli, biz dedik ki, müxtəlif hissələrindən istifadə edirik. Məsələn, qarğıdalının saçaqlarından istifadə olunur. Bu 6-cı sinif dərsliyində verilmişdi. Məsələn, balqabağın toxumlarından istifadə olunur. Qurd xəstəliklərinin müalicəsində, sonra şəkər əleyhinə yazmışdı, hətta onu müalicəvi xüsusiyyətini. Zəfəranın dedik dişiciyinə görə istifadə olunur. Görürsünüz, burada da yazıb həm çiçəklərindən, gövdə və yarpaqlarından, digərlərinin isə meyvə toxumlarından istifadə olunur. Və çiçəklər quru havalarda, ləçəklər üfüqi vəziyyətdə olarkən tutulamaq məsləhətdir. Müxtəlif vannalar üçün nəzərdə tutulan otları bütöv tutulamaq lazımdır. Toplanmış xammal örtülü yerdə, xüsusi quruducuda 40 dərəcəyə qədər temperaturda 1 sm nazik qat şəklində sərilərək qurudulmalıdır və qurudulan zaman çiçəklərin tökülməməsi üçün çevirməmək məsləhətdir və ya ehtiyatla çevirmək məsləhət görülür. Yəni çevirmək məsləhət görülmür yazılır, amma hər halda ehtiyatla da çevirmək olar və yaxud qurutma makinəsidirsə heç çevirmək də lazım gəlməyəcəkdir. Bəli. Biz örtülü toxumlar şöbəsini bitirdik. Bizim cəmi bircə dənə mövzumuz qaldı. İnşallah bazar günü də onu keçərik. Bakteriyalar, göbələklər, şibiyələr. Vəssalam, proqram bitdi. 5 aya siz proqramı bitirdiniz. İnşallah ki, üzümüzə gələn həftədən xeyirlisi ilə təkrara başlayarıq. Hamımız üçün xeyirli olsun. Sualınız varmı? Çox sağ olun müəllimə, siz də bizə dəstək oldunuz Siz bu sağ 5 olun. ayda. Olsun. Müəllimə, əlavə bir sual verə bilərəm Əlbəttə. uşağın dərsindən. Deyir, bir Buyurun. ördək, nə bilim, 2 xoruz, 3 toyuq, bir də göyərçin. İndi göyərçin uçur. O birlərdə uçanlardan hansını götürək? Toyuq, xoruz, ördək. Bilmirəm, bu çöl ördəyi falan yazmayıb. Ördək uçur. Yəni indi ev quşu kimi uçmasa da, indi siz də deyirsiniz ki, Hə, orada verməyibdir də. yazmayıb, Özün elə ördək meşə yazıb. xoruzu da uçur. İndi biz bilmirik, meşə toyuqları, bankif toyuqları var, vəhşidirlər, uçurlar. İndi biz axı bilmirik, onu hansını nəzərdə Hə, tutur. ay sağ olun. Hə, mən də bilmirəm. Konkret Müəllimə, olaraq deməmişdi. Buyurun müəllimə. bəs bu mürəkkəb çiçəklərdə zəncotuydu, günəbaxan idi. Bunlar Ha, çiçək qrupları var idi da. Orada ha, ona uyğun hesablamalar var da bu bəli, dində. bəli. Bir Gəlin iki bax. dənəsini mənə çəkə bilərsiniz, zəhmət olmasa. Əlbəttə, əlbəttə. Lap elə gəlin ən mürəkkəbindən baxaq. Time sınaq toplumumuzda olana baxaq. Gəl. Bəli. Aha, bir dəqiqə mən kitabı götürüm. Aha. Aha, səhifə 6-da 8-i açım əlimlə. Mən də təmiz səhifə açım. Hı -hı. Bunu kimsə yazıb, mən silə bilmirəm ona görə. Kim yazıbsa özü bilir, zəhmət olmasa bir dənə bunu silin. Aha, məsələni oxuyuram. Deyir ki, günəbaxanın səbətində 1000 çiçək vardır. Bu çiçəklərdə olan erkəkçiklərin sayı 4000-dür. Birinci gəlin günəbaxanın çiçək düsturunu yazaq.
H0 L5 bitişik. Y5 bitişik. D1. Düzdürmü? Və deməli bir çiçəkdə neçə erkəkçik var? 5 dənə. Burada isə deyir ki, erkəkçiklərin sayı 4000-dir. Deməli mən 4000-i bəli bölərəm 5-ə, taparam ki, burada 800 dənə boru şəkilli çiçək var. Çünki biz bilirik ki, dilcik şəkilli çiçəklərdə bunlar cinsiyyətsiz çiçəklərdə erkəkçik və ya dişicik olmur. Əgər erkəkçik varsa, deməli boru şəkilli çiçəklərdən söhbət gedir. Və bu 800 dənə boru şəkilli çiçəyin olduğunu tapdıq. Sonra deyir ki, səbətdə olan meyvələrin əmələ gəlməsində 2100 qamət iştirak edirsə, biz yenə də bilirik ki, örtülü toxumlu bitkilərdə bir meyvənin əmələ gəlməsinə 3 qamət iştirak eləyir. 2 spermi, 1 yumurta hüceyrə. Deməli, mən 2100 ədədini 3-ə bölməklə taparam ki, 700 ədəd boru şəkilli çiçəkdən meyvə və toxum əmələ gəlmişdir. Mayalanma getməyən çiçəklərdə neçə dişicik ağızcığı olar? Deməli, 800 dənə çiçəyin 700-ündə meyvə əmələ gəlibsə, deməli, 100-ündə mayalanma Əmələ gəlmir. getməmişdir. Bəli. Və bir dənə çiçəyin bir dənə dişiciyi olduğu üçün 100 dənə çiçəyində elə 100 dənə dişiciyi olacaq. Lakin məndən dişicik ağızcığının sayını soruşur. Və biz də bilirik ki, mürəkkəb çiçəklər fəsiləsində dişicik 2 ağızcıqlıdır. Deməli, 100-ü vuraram 2-yə, taparam ki, mayalanma getməyən çiçəklərdə 200 ədəd dişicik ağızcığı oldu. İndi soruşa bilərsiniz ki, müəllimə 1000 dənə çiçək var, bunun indi 800-ü boruludur, axı 200 dənə də dilcik şəkilli çiçək var, amma axı onların dişiciyi yoxdur. Ona görə mən orada dişicik ağızcığı da hesablaya bilmərəm. Əgər soruşsaydı ki, mayalanma getməyən çiçəklərin sayı nə qədərdir? Onda hə deyərdiniz 200 dənə bu, daha doğrusu 200 yox, 100 dənə burada, 200 dənə də dilcik şəkilli çiçəkdə cəmi 300 çiçəkdə mayalanma getməyib. Amma sizdən onu soruşmur. Sizdən mayalanma getməyən çiçəklərdə olan dişicik ağızcıqlarının sayını soruşur. Deməli, mən bura cinsiyyətsiz çiçəkləri qata bilmərəm. Boru şəkilli mayalanma getməyən çiçəklərlə hesablamanı aparıram və tapıram ki, 200 dişicik ağızcığı olar. Bu aydın oldu müəllimlər? Bəli, müəllim. Müəllim, bu sınaq olaraq Bəli. neçənci sınaqda? Birinci müəllimə səhifə 6. Səhifə 6 dedim. Botanika sınaq 1, səhifə 6. Yox, məndə PDF-lə də səhifəsi uyğun gəlmir. Ona görə sınağı Botanika sınaq 1. Elə açan Açan kimi, kimi götürməliyim. açan kimi, bəli. Baxın, 3-cü məsələ də ona aiddir. İndi eləyərik. İndi onları da siz eləyərsiniz. 16 da ona aiddir. Burada qəşəng məsələlər var. Sualınız var müəllimlər? Bu kiməsə aydın deyilsə soruşun. Müəllimə, biz təkrarda bu kitabla bir də sizin təzə kitabı işləyərik də İnşallah yəqin ki. yeni kitabımız bu həftənin sonuna çıxır. İnşallah ki, əldə eləyərsiniz. Mütləq bunu da işləyərik, onu da işləyərik, əlavə PDF-lər də işləyərik. Əlimizə nə düşsə hamısını işləyəcəyik. Nə qədər çox işləsək bizə xeyirdir, inşallah. Mən neçə kitab işləyəcəyik, eşitmədim, üzrlü sayın, çox xahiş Nə edirəm. qədər ürəyiniz istəyir, nə qədər çatdıracağıq Füsalə müəllimə hamısını. Bir də Əlinizə müəllimə, nə düşsə. Bizə video atacaqsınız da, biz misal ümumi Bəli. biologiyanı eləmişik. Bəli. Həftə neçə Atacağım video Füsaləm. atacaqsınız? Yox, narahatçılığım yox.